Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizin üçün mövzu sınaq 11-də Slavyanların Azərbaycana hücumları, 9-10-cu əsrdə Azərbaycanın sosial-iqtisadi, 9-11-ci əsrdə Azərbaycanın sosial-iqtisadi inkişafı, 3-11-ci əsrdə Azərbaycan mədəniyyəti mövzusunda sualların cavabını verəcəyik. Suallarımıza keçid alaq. Burada qeyd edilir ki, ərəb səyyahları Bağdadla eyniləşdirilən şəhəri hansı şəhəri hesab edirlər? Təbii ki, bu Bərdə şəhəridir. Bərdə də D variantında yerləşən əraziyə daxildir. Burada da biz D variantını işarələyir. Deməli, biri də D variantı olmalıdır. Digər bir sualda verilmiş xüsusiyyətlərin aid olduğu şəhəri müəyyən edin. Ən böyük liman şəhəri olmuşdur. Kətan parça hissəsi mərkəzi olmuşdur. 10-cu əsrdə kanalizasiya sistemi mövcud olmuşdur. Təbii ki, burada kətan parça, kanalizasiya sistemi, ən böyük liman şəhəri 15-ci əsrə aid olan Dərbənd şəhəridir. Burada da 5 rəqəmi olan ərazidə və eyni zamanda E variantında öz əksini tapmışdır. Digər bir suala baxırıq. İlcə torpaqlarına aiddir. Dövlətə xidmət müqabilində verilməsi yanlışdır. Bu iqtidardır. Yerli feodalların tam mülkiyyəti müəssisəsi olan mülkdür. Ərazisində yaşayan vergilərin azad edilməsi, ərazisində yaşayanların vergilərdən azad edilməsi, deməli, vəqf torpaqlarıdır. Sən deyək ki, sonra ərəb feodalların ixtiyarına keçmiş torpaqlar olması. Bəli, bu ilcə ərəb feodalların əvvəl kəndlərinin olub, sonra ərəb feodalların tərkibinə keçmiş torpaqlardır. Dini dərvəli məxsus olan da vəqf torpaqlarıdır. Digər bir suala baxırıq. Hansı şəhər haqqında məlumat verilməmişdir? Qafqaz məlumat verilməmişdir. Hansı şəhər haqqında məlumat verilməmişdir? Qafqazın baş şəhəridir. Bu Bərdə şəhəridir. Bərdə verilib. Suyu odsuz qızdırılan müalicə hamamları olan Tiflisdir. E variantında da verilib. Gürcüstana və Qaradənizə ticarət yolları buradan keçirdi. Bu Gəncə şəhəridir. B variantı verilmişdir. Həmçinin 10-cu əsrin sonunda daha sürətlə inkişaf etməyə başladı. 10-cu əsrin sonları bu Təbriz şəhəridir. Yəni Təbriz şəhəri paytaxt olandan sonra daha sürətli inkişaf edib. Deməli, burada aid olmayan C variantında verilmişdir. Digər 5-ci suala baxsaq, 5-ci sualda qeyd edilir ki, Slavyanların 944-cü il yürüşünə aid olmayan cəhət müəyyən edin. Mərzban ibn Məhəmməd ilə birbaşa döyüşməsi. Bu yanlışdır. Mərzban ibn Məhəmməd mühasirədə saxlayır. Məqsədlərin Azərbaycanın möhkəmlənməyi idi. Düzdür, möhkəmlənmə xarakter daşıyırdı. Yoluxucu xəstəliyə yaydığı üçün geri çəkilmələri. Salarilər dövlətinin paytaxtı Bərdə. Salarilər dövlətinin paytaxtı Ərdəbil olmuşdur. Yanlışdır. Deməli, burada 1 ilə 4-ü yanlış götürsək, sualın doğru cavabı 2, 3, 5, yəni C variantıdır. Yəni biz burada məqsədi Azərbaycanda möhkəmlənmək olub. 2. Yoluxucu xəstəliyə yayıldığı üçün geri çəkilmələri, Xəzərin cənubi-qərbi sahillərinin hücumunun edilməsi C variantı uyğundur. 6-cı sualda verilmiş xüsusiyyətlərin aid olduğu vergi növü müəyyən edin. Torpaqdan istifadəyə görə alınırdı. 9-11-də başlıca vergi deməli deyir ki, verilmiş xüsusiyyətə aid olduğu vergi növü müəyyən edin. Torpaqdan istifadəyə görə alınırdı. 9-11-ci əsrdə başlıca vergi idi. Məhsulun onda bir hissəsinə aid alınır. Bu üşürdür. Deməli, E variantı uyğun cavabdır. 7-ci sualda Mərzban ibn Məhəmmədin qanunnamə hazırlamalı məqsədi digər rəqiblərin sıradadını çıxartmaq yanlışdır. Feodal hakimlərin əl qolunu yığmaq, azad kəndlərin asılı ala kəndini təhkimli kəndə çevirmək yanlışdır. Burada 1 ilə 3 yanlışdır. 1 ilə 3 yanlışdır. Burada 2 ilə 4 digər feodal hakimlərin əl qolunu yığmaq, vergi sistemində qayda yaratmaq. Bu da C variantı uyğundur. 8-ci sual. Daş duz istehsal edilən ərazinin xəritəyə müəyyən edin. Daş duz həm Naxçıvanda idi, həm də Təbrizdə idi. Burada Naxçıvan olmadığı üçün Təbriz göstərilib. Burada 4 rəqəmində və eyni zamanda C variantında da öz əksini tapmışdır. 8-ci sualda və növbəti 9-cu suala baxırıq. Qeyd edilir ki, el-Erveni diaqramına əsasən uyğun bəndləri müəyyən edin. 10-cu əsrin 2-ci 10 illiyi, 10-cu əsrin 4-cü 10 illiyi. Slavyanların Azərbaycan ərazisinə hücum etməsi. Bəli, həm 4-cü 10 illiyə də olub, həm də 1-ci, 2-ci 10 illiyə aiddir. Deməli, A ortaqdır. Yürüş etmək üçün Xəzər xaqanından icazə verilməsi. Bu 914-cü ilə aid yürüşündədir. Deməli, bu olur 2-ci 10 illiyə, B1-ə aid olacaq. Yürüş etmək, deməli, 1-ci Axistan dövründə baş verməsi yanlışdır. Bu 1-ci Axistan dövründə 1175-də baş verib. Deməli, bu 11-ci əsrdə deyil. 1175-də 12-ci əsr olduğu üçün C variantı yanlışdır. Slavyanların yerli əhali tərəfindən məğlub edilməsi. Bu, deməli, Sara adasında olan hadisə ilə bağlıdır.
Yəni 910-cu ilə aid olan hadisədir. Deməli bu ikinci 10 illiyə düşmür. Birinci 10 illiyə aiddir. Şirvanşahlar ordusunun məğlub edilməsi. Şirvanşah ordusunun məğlub edilməsi. Deməli ikinci 10 illik, burada 4-cü 10 illiyə aiddir. Şirvanşahlar məsələn 1030-cu ildə aid olan hadisə, 1032-33-cü illərdə Alan və Sərir tayfalarına bu 4-cü 10 illiyə aid olan hadisədir. Deməli 1-də B, 2-də Y, 3-də A variant, 3-də deməli Slavyan 3-də A olmalıdır. 3-də A D Slavyanların yerli əhali ilə deməli C-ni aradan götürsək, C olan variantları çıxsaq, C olan variantları çıxırıq. Burada da deməli 3'də D olmalı, 3'də A olmalıdır ortaq. Təbii ki A olmalıdır. A, D. Slavyan yerli əhali tərəfindən məğlub edilməsi. Yerli əhali tərəfindən məğlub edilməsi. Məsələn, bunu da D ortaq olmalıdır. Yerli əhali tərəfindən məğlub edilməsi. Burada A ilə D ortaq olur. A ilə D ortaq olursa, 1-də B, 2-də Y, 3-də isə AD. Doğru cavabımız D variantında verilmişdir. Yəni burada D variantı uyğundur. 10-cu sualda Məhfur adlı xalçaların istehsal etdiyi ərazi müəyyən. Məhfur xalçalar olub Ərdəbil, Təbriz və Mərənd ərazisində, Ərdəbil, Təbriz və Mərənd ərazisində məhfur xalçaları olmuşdur. Burada da Mərənd ərazisi göstərilmir. Deməli Ərdəbil 2 rəqəmi, Təbriz 3 rəqəmi göstərilir. Deməli 2 ilə 3 A variantında göstərilib. 11-ci sualda ən çox çəltik yetişdirilən bölgələr hansıdır? Təbii ki, Lənkəran və Şəki. Yəni bu A variantında göstərilib. 12-ci sualda ərəb memarlığının abidələrinə aiddir. Cümə məscidi, bəli, 8-ci əsrə aiddir. Bunu götürürük. Yəni götürə bilərik. Ağoğlan məbədi 3-7-ci əsrə aiddir. Oğlan qala 9-cu əsrə aiddir. Yəni bu ərəb memarlığının. Burada Tərtərçə üzünə körpünü də götürürük. Deməli 1 ilə 4 burada olur C variantı. 1 ilə 4. Sonra keçirik 13-cü sualda. Slavyanlar 910-cu ildə aşağıda verilmiş hansı əraziyə hücum etsələrdi məğlub olurlar. 910 Saradasın. Bu Gilan ərazisindədir. 5 rəqəm göstərən ərazidədir. Burada da C variantı uyğundur. 14-cü sualda Mərzban Məhəmmədin Slavyanlarla vuruşmasına baxmayaraq yer çəkilməsinin səbəbi paytaxta hücum təhlükəsinin olması. Bəli. Elə burada yeni qoşun toplamaq üçün geri çəkilməsi paytaxta hücumdur. Mosul hakiminin cənubdan hücum etməsinə qarşı idi. Yeni qoşun toplanmaq üçün az qüvvələ Bərdəyə gəlməsi, Şirvanşahlar üzərinə hücum etməsi və xəstəliyin yayılması yanlışdır. Burada bunun nəticəsidir. Nəticəsi gəlib çıxır. A variantı uyğun cavabdır. 15-ci sualda xronoloji ardıcıqla müəyyən edin. Bərdə faciəsi 944, Sarı adasının qarət edilməsi 910, Xəzər xaqanlığının müsəlman alisinin Slavyanlı məğlub etməsi 914, Abaskun adası 909-dur. Deməli, əvvəl olmalıdır 4, sonra 2, 3, 1, 4, 2, 3, 1. Deməli, B, D variantında öz əksini tapıb. 16-cı sualda ayrı-ayrı nüfuzlu şəxslərə xərc toplamaq üçün verilən icazə kağızı qəbalədir. Burada da qəbalədə C variantında verilib. 17-ci sualda Slavyanların hücumuna məruz qalan dövlətləri müəyyən edin. Şirvanşahları götürə bilərik, Şəddadiləri götürə bilərik. Məsələn, Əbu Musanın dövründə Salarilər götürə bilərik. Bərdə faciəsi, Rəvadiləri götürmürük, Albaniya götürmürük. Çünki 9-cu əsrdən başlayır. Amma Rəvadilərin əslində hücum edilməyib. 9-cu əsr Slavyan hücumludur. Albaniya mövcud deyildi. Rəvadilər dövlətində hücum olunmayıb. Deməli 1-3-5 uyğun cavabımız burada C variantında göstərilib. 17-ci sualda və növbəti 18-ci suala baxırıq. Fərqli olanı seçin. Deməli burada deyir ki, Qaxda torpaq qala, Şabranda çıraq qala, Lerikdə olan qala, İsmaildə Cavanşir qala, Ağdərdə Çarabgird. Bunların bəziləri 3-7-ci əsrə aiddir. Lakin Lerikdə olan qala isə 9-cu əsrə aid olduğu üçün bu fərqlidir. Deməli 3-7-ci əsrlərə aid olan abidələrdir. Bunların çoxu. Digər isə Lerikdə olan oğlan qala 9-cu əsrə aid olduğu üçün bu fərqlidir. C variantı uyğundur. 19-cu sualda Kitab-ı Dədə Qorqud dastanı Qanlı Qocaoğlu Qanturalı boyunda hansı mövzudan söhbət gedir? Oğuz Trabzon münasibətləridir. Bir də
Onlar dar gündə incikliyin deməli Oğuz Trabzon müharibə münasibətlərindəndir. Konkret olaraq A variantı uyğun cavabdır. 20-ci sualda Slavyanların 9-10-cu yürüyüşünə aid. Abaskun adasında 9-9-da idi, yanlışdır. Abşeron adasına qarətlər və qətlə törətməsi, Gilan adasına Gilana hücum etdi, doğrudur. Geri qayıdarkən Şirvanşahlar tərəfindən məğlub etməsi 4 də var idi. Sara adasına qatillər törədilməsi 3 ilə 4, 5, 3, 4, 5 uyğun cavabımız Y variantında verilmişdir. Dinlədiyiniz üçün təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Növbəti videoların olması üçün deməli həm videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Çox sağ olun, təşəkkürümüzü bildiririk.